Dostlar, hamıya salam. Bu günləri bizdə nənəmin hazırladığı vareniki burada kəsmi iləndir. Amma mən şirin sevmirəm, ona görə duzlu sevirəm belə. Burada mamanın firmini kompotu, burada qarpızımız, pendirimiz, badımcan kürüsü, acılı biber və burada qatığımız. Mən qatıqla yeməyi sevirəm. Gəlin şəkil eləyək. Sağ. Və vareniklərdən hələ belə bir çörəklər nənəm elədi. Həmişə eləyir. Nəsə qalanda həmişə eləyir. Nastroyem bugün gözəldir. Gəlin bir dənə batıraq. Ay, batıraq yoxsa qoyaq. Yəni indi düşünürəm, axdı. Çox dadlıdır da. Mən həmişə duzlu yemişəm. Sevmişəm. Şirin heç vaxt sevməmişəm. Başqa tema haqqında danışacaq, amma bu haqqda da danışmaq istirdim. Bir dənə qız yazdı. Nərgiz, ilk dəfə də hansısa blogerlərə belə yazıram. Ümid edirəm ki, oxuyarsınız. Əvvəlcə qeyd edim ki, xanımə, mən sizi məktəbdən tanıyıram. Mən normalda ASMR kanallarına nifrət edirəm, amma sizi görəndə qəribə çəkici gəlirsiniz mənə. Məktəb vaxtı siz kilolu olduğunuz vaxtlar belə çox çəkici gəlirdiniz mənə. Sizdən balaca sinif idi. Həmişə heyranlıqla baxırdım. O qədər gözəl idiniz ki, bir yay tətilindən sonra gördük ki, arıqlamısınız. Necə gözəlləşmişdiniz ilahi. Hətta biologiya müəllimimiz İmamə müəllimə belə dərsdə gəlib sizin arıqlamağınızdan danışmışdı. Uzun sözün qısası, hər yaşda və hər bədəndə gözəl idiniz. Maşallah. Xanımdır. Demişdim, yadınızdadır, bir yay oldu. Yəni mən arıqladım, gəldim. Orada var idi bizdən balaca siniflər. Bizlə yan-yana idilər onlar da. Bir yanımızda bizlə paralel olanlar idi. Bir yanımızda da bizdən balaca sinif. Mənə çox xoşdur ki, yenə də məni tanıdınız. Çox sağ olun, minnətdaram həqiqətən. Belə, yəni doğrudan da dəhşət çox zaman keçib. 16 yaşım var idi, 12 il. Ona görə adama xoş gəlir həqiqətən. Nastroyemi bu xanım çox qaldırdı. Screen elədim, dedim sizə dərəcə 100% cavab verəcəm orada. Təşəkkürümü bildirəcəm. Qarpız şipşirində. Həqiqətən, wow. Görün, 12 il yenə də tanıyırlar. Mənə görə bu bir fantastikadır. Bu yaraşmadı kadra. Baxdığınız üçün də ayrıca təşəkkürümü bildirmək istəyirəm. Və bugünkü tema Arıza Səfərov. Salam, qohum evliyinə necə baxırsınız? Yaxın qohumla ailə qurarsınızmı? Gələn videoda cavablandırsa sevinərəm. Biraz gələn video olmadı, üzürü sayın. Amma cavab verdim. Yəni daha doğrusu indi verəcəm cavab. Vareniklər o qədər ləzzətlidir. Vay vay vay. Yeməlisinizsə dəqiq yeməlisiniz də. Bəziləri smetanla yeyir. Yəni daha doğrusu bəziləri yox, hamı. Mən qatıqla yeyirəm. Bir Azərbaycanlı kimi. Göstərməliyəm ki, Azərbaycanlıyam. O nətər olmalıdır ki? Belə çörəklər hazırlayıb, lavaşlar daha doğrusu. Mənə bilirik, heç nə eləyə bilmirəm. Çünki mən heç kimi işitməyəcəm. Hə, nə deyəcəkdim? Qohum evliyinə mən çox negativ yanaşıram.
Ümumiyyətlə başa düşmürəm ki, qohumla necə evlənmək olar. Yaxın. İmla qohumla. Bilmirəm, yəni mənim üçün bu biraz qəribədir. Halbuki dayımla, dayım arvadı, yəni çox uzaq qohumuq da biz. Amma ki, məncə bu, bilmirəm, bu biraz başqa bir məsələdir. Daha çox pis baxanda deyəndə məcburi evlənənlərə pis baxıram. Ay qoxumda ərə ged. Daha yaxşı olacaq. Məsəl üçün, məndə belə qohumlardan dayım oğlu var. Bizim 6 yaş fərqimiz var. Dayım qızı ilə eyni yaşdayıq. Sadəcə dayım qızı martdır. Mən isə mayam. Valla, billah, nə deyirsiniz deyin, amma ömrü boyu dayım oğluna həmişə dayı oğlu belə deməmişəm. Prosta indi deyirəm ki, başa düşəsiz. Qardaş demişəm. O nə tər olur da? Qardaş dediyim birinə birdən-birə sən başqa cür baxırsan. Və yaxud da bir gün sən deyirlər ki, evlən həmən adamla. Dayımla dayıma biraz başqa söhbət olub. Onları heç kim məcbur eləməyib, onlar özləri istəyiblər. Yəni məcburiyyət ortada yox idi. Bu uca başqa məsələdir. Bu onların uca şəxsi fikri idi, başa düşürsünüz. Heç kim də onlara yoraqdan demirdi ki, ən yaxşısı yaxını var. Belə desəm. Ümumiyyətlə, yox. İndi həm də məncə başqa biraz zamanədir. Düşüncələr tam başqadır. Həm də bildiyimə görə qohum evliyinə indi qadağa var. Bu qadağa olandan sonra da mən sevindim. Məsəl üçün, insanla bir yerdə böyüyürsən, uşaqlığını görürsən, hər şeyini görsən, birdən deyirsən ki, öylənək. Daha doğrusu sən deyirlər, evlənək. Bilmirəm. Düzdür, hərənin öz düşüncəsi var. Amma mənim üçün bu qəribədir. Həm də dayım oğlu ilə sizi tanış eləyəcəm. Onsuz da YouTube'da, TikTok'da bir yerdə çəkmişdik. Bu fikri ondan da soruşacağım. Məncə o güləcək. Bu biraz belə çox qəribə temadır. Düzdür, hərənin şəxsi fikri var.
Bilirəm ki, yəqin ki, köynələrin adamı uzun, hamı qohumlu demək olar, evlənirlər. Amma biz ümumiyyətlə, nədir onun adı, şəhərdə böyümüşük hamımız. Yəni dayım, anam, atam, xalam. Babam, nənəm və s. Ona görə heç o belə kafe olmuyor. Məsəl üçün, mən yaş fərqinə normal baxıram. Yəni, mən elə insan deyirəm ki, məsəl üçün, oğlan nə qədərsə yaşda səndən balacadır, vəsə, olmaz. Amma qohumluq mənim üçün anormaldır. Və yaxud da balaca olması səndən böyük olsun. Yəni də məndə o böyükdə norma var. 5 yaş, 6 yaş var belə. Ondan çox böyük olanda o düşüncələr də fərqlənir məncə. TikTok'da bir dənə takipçim yazır. Bu günləri video çəkdim, mukbang. Dedim, baxaram, alınsa çəkərəm. Bir yox, nə olar çək. Oturdum, dedim çəkeyim. Halbuki bu günləri, dünənləri daha doğrusu vlog qoymuşdum da, yəni video var. Dedim çəkeyim. İstəyib. Məncə qohumla evlənəndə, hətta onu deyə bilərəm, sən biraz rahat ola bilmirsən. Bütün nəsil nəcabət üstüne düşəcək. Məncə boşanmağa belə imkan yoxdur ki, ailə nə deyər, qohum nə deyər, o nə deyər. Düzdür, qohum olmayan da bəzi yerlərdə elədir. Amma məncə bu ucu vəsə. Hər şey çox dadlıydı. Sonra mən ucu doydum. Mən ucu partlayıram. Məndə ucu yer yoxdur. Yəqin ki, bir 13 dəqiqə falan alınacaq. Bəyəndiniz ya necə mənə deyərsiniz. Nəsə bu günləri elə bir fikirliyəm, elə hiss elədim. Yox, siz hiss eləmədiniz. Bilmirəm, nəsə fikirləşirəm. Mən də hərdən elə olur. İnanıram ki, bəyəndiniz. Məncə çox gözəl idi stol. Stol yəni biraz dəyişik oldu adətən olduğundan bəri. İnşallah əgər köynə videoma baxmamışsa bura basıb köynə videoma baxırsınız. Burada da loqom olacaq. Ora basıb takip ata bilərsiniz. Like eləyin, rəy yazın inşallah. Mənə çox xoşdur. Öpürəm sizi. Bağrıma basıram. Sabah edək ya o bir günədək.